Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi gurrel meyamin. Ve sonra biz sizinle yetiştik Gâşiye suresine. Ve Gâşiye aziz kardeşler, cehennemin adları, kıyamet günü adlarından biridir. Ve buyurur ki Rabbimiz, Hel etâke hadîthul gâşiye. Deyir ki, ya Muhammed, sana deyir, o günün deyir, dəhşəti hər yeri bürüyəcəyinin xəbəri gəlib çatdımı? Və buyurur ki, İmam Bağavi, qad ətəkə hədithul qiyamə. Artıq sənə deyir, qiyamətin deyir, xəbəri gəlib çatıb deyir. Təğşə kullə şeyin bil əhval. Və o gün deyir, o hər bir şeyi dəhşətli bir halda, dəhşətli bir formada bürüyəcək. Vucuhun yevmə idin xaşiə. Deyir və o gün deyir, üzlər qorxu içərisində olacaq. İmam Bağavi buyurur ki, rahimallah, yəni yevməl qiyamə, yəni qiyamət günü. Onlar zəlil gündə olacaqlar. Xaşiə ey zəlilə. Zəlil gündə olacaq üzlər. Və sonra Rəbbimiz bəyan eləyir ki, həmən o üzlər hansı ki zəlil gündə olacaqlar. Kimlər də olar? Deyir, amilətun nasibə. Onlar deyir, əməl görüb və yorğunçuluq çəkənlərdir. Əməl görənlər və yorulanlardır. Yəni, etdikləri əməllərdən yorulanlardır. Yəni, elə bir ki, boş yerə əməl görənlər olurlar. Subhanallah. Lakin əməllər görürlər. Və buyurur ki, Ata İbn Abbasdan rəvayət edərək, deyir ki, İbn Abbas, yəni o kəslər ki, əməllər gördülər. Və nasabu fid-dunya alə qeyri dinil İslam. Həmçinin deyir, dünyadayken deyir, yorğunçuluq çəkdilər, yəni əməllər gördülər, ictihad etdilər, çalışdılar, yorğunçuluq çəkdilər, lakin İslam dinindən başqa dinin üzərində. Və sonra deyir ki, İbn Abbas, min abədətil əvthan. Məsələn, deyir, bütlərə deyir, ibadət edənlər. Və kuffara əhlil kitab. Eləcə də həmçinin kitab əhlindən deyir, kafir olanlar. Mislü ruhban və qeyrihim. Məsələn, deyir, onların deyir, rahibləri. Görərsən ki, nədir, o kilsələrdə olanlar. Ömürlərini neynirlər? Sərf edirlər o kilsəyə. 20 il, 30 il, kimisi 40 il, 50 il kilsədə yaşayır. Bəli, uzaqdır. Görürsən ki, böyük günahlardan uzaqdır. Zina, içki, donuz əti və s. və s. Necə bizdə var, onlarda da elə. Ona görə hətta rəvayətdən birində gəlir ki, onu İbn Kəsir rahimehullah rəvayət eləyir. Deyir ki, bir gün İbn Kəsir bir dənə bir kişini görür. Yəni, xristiyanlardan olan bir rahibi görür. Və başlayır ağlamağa. Yəni, yaşlı kişidir, qoca kişi. Haldan düşüb, əldən düşüb. Və Ömər radiyallahu anh görür onu, deyir, ağlayır. Və yanında olan sahabilər soruşurlar, deyirlər, ya Ömər deyir, nədir sən ağladan? Deyir, baxın deyir o kişiyə. Yəni, həmən xristiyanı göstərir. Rahibdir. Deyir, baxın deyir ona deyir. O insan deyir, ömrü boyu əməl edib. Və elə zənn eləyir ki, onun əməlləri qəbuldur. Və deyir, yadıma deyir, bu ayə düşdü deyir. Amilətun nasibə. Və Ömər radiyallahu anh bu ayəni neynir? Sahabələr oxuyur. Yəni, insan o boyda ömür yaşayar və iştihad eləyir dünyada.
çalışır, əlləşir, vuruşur, pul tökür, kitablar yazır vesaire vesaire ve sonunda ise heç nə qəbul olunmur. O yorğunluq, o əziyyətlər, o əməllər hamısı puça getdi. Nəyə görə? Çünki İslam dininə heç bir faydası olmayıb onu etdiklərinin. Ondan başqa şey olub, əksinə İslam'a qarşı olub, həqiqi İslam'a. La yeqbəlullahu minhum ictihadən fi dalaləh. İbn Abbas buyurur ki, onların deyir Allah içtihad, yəni zəlalət üzərində olub içtihad etdiklərini qəbul etməz. Yəni zəlalət üzərində içtihad etdiklərini qəbul etməz. Ona görə sələflərin gözəl bir sözü var. Deyir, sünnədə deyir, iktisad etmək deyir, bidətdə deyir, içtihad etməkdən daha xeyirlidir. Əl-iqtisadu fis-sünnə xeyrun minəl-ictihadi fil-bid'ə. Yəni nə deməkdir bəzi qardaşlar? Diqqətli olun, yəni bu məsələ aiddir bu günləri kimə? Xristiyan Yahudiyə yox, bu günlərə aiddir bizə, müsəlmanlara. Çünki müsəlmanların içində də azanlar var. Və elə əməl edənlər var ki, onların əməlləri puçdur. Amilətun nasibə daxildir bura. Ən birincisi, həmçinin alimlər zikr ediblər burada rafiziləri, eləcə də sufiləri. Onlar da çoxlu əməllər görürlər. İctihad eləyirlər, kitablar yazırlar, pul tökürlər, dövlət qururlar. Nə bilim nə və s. Lakin bunu ilə belə onlardan bu şeylər qəbul deyil, qardaşlar. Yəni, qəbul deyil. Ona görə sələf deyərdi ki, sənin deyir, sünnənin üzərində iktisad etməyin, yəni ki, sünnədən yapışmağın, onu öyrənməyin, sənin iktisadiyyatın sünnədən ibarət olması sənin üçün daha xeyirlidir, gedib hansısa artıq dində olmayan bir şeyin üzərində, əsli olmayan dində bir şeyin üzərində nə eləyəsən? İctihad eləyəsən. Yəni çalışasan, vuruşasan ki, əldə görünəsə eləmək üçün və s. Yox, vallah. Daxil də həmən insan bu ayənin içərisinə, hətta müsəlman olsa belə, özünün İslam'a daha doğru nisbət etsə belə. Və buyurur ki, qalə İkrimə və Suddi, həmçindir təfsirlərdən birində buyurur, amilətun fid-dunya bil-maasi. Həmçinin aiddir bura o insan ki, dünyada ikən asiliklərlə əməl edərdi. Yəni, ancaq asili ilə yaşayıb bu insan. Yəni, bu insan həyatını ancaq asili ilə yaşayıb. Nasibətun fil-əxirəti fin-nar. Və deyir, nasibətundur, yəni yorğunçuluq çəkəcək isə neydə? Cəhənnəmin içərisində, yəni əziyyət çəkəcək, zülüm, əziyyət. Cəhənnəmin içərisində isə nə olacaq? Əziyyət çəkəcək. Lakin dünyada isə nə? Günah əməllərlə yaşayırdı. Və qaləl Həsən, ləm tə'məl lillahi fid-dunya fə'əmələhə və ansabəhə fin-nar. Həmçinin təfsirlərindən birində Həsən buyurur ki, o deyir, dünyada ikən Allah üçün deyir, əməl etmədi. Və ona görə də deyir, cəhənnəmdə deyir, nə oldu? Elə bir ki, əməl etdi, yorğun bir əməl. Və cəhənnəmə düşdü. Təsla naran hamiyeh. Sonra Rabbimiz buyurur, deyir, o deyir, yandırıcı odun içərisinə atılacaq. İbn Abbas buyurur ki, qad hamiyet fəhiyyə tətələzza alə ə'daillah. İbn Abbas deyir ki, artıq deyir, o qızarmışdır, yəni cəhənnəm. Və Allahın deyir, düşmanlarını deyir, nə inəyər? Özünə çəkər. Və biri-birini yeyər. Od biri-birini yeyir. Subhanallah. Tusqa min aynin aniyeh. Deyir, yəni o cəhənnəm əhli, onlar deyir,
Cəhənnəmin gözündən deyir, su içərlər və yaxud da içizdirirlər onlara. Harada ora mütənahiyyətun fil harara. Yəni ora elə bir yerdir ki, yəni o suyun istiliyi ən axırıncı dərəcəyə çatıb. Subhanallah. Yəni ora elə bir yerdir ki, suyun istiliyi ən axırıncı dərəcədədir. Qad uqidət aleyhə cəhənnəm munzu xuliqat. Nəyə görə? Çünki deyir, cəhənnəm yaranan günündən, yəni kafirlərin cəhənnəmə atılan gününə qədər, yəni o su orada nədir? Odun içərisindədir, o qaynayır. Ən dəhşətli dərəcədə olan nədir? İsti sudur. Allah bizi qorusun, əhlimizi, evlatlarımızı. Fədəfə'u iləyhə vardan ataşən. Deyir, onlar deyir, ora, yəni həmən o suyun gözünə dəstə-dəstə deyir, gedəcəklər, qaçacaqlar, su içsinlər. Kimlər? Yəni cəhənnəm əhli. Qâlel müfessirun, həmçinin təfsir alimlər buyurur ki, ləv vəqa'at minhə qatratun alə cibalid dünya ləzəbət. Deyir, əgər ondan bir damcı deyir, bu dünyada olan bir dağın deyir, üzərinə düşsə, deyir, o dağ deyir, əriyər. Subhanallah. Hədə şərabuhum. Mənbəğa buyurur ki, bu onların nədir? İçdiyi sudur. Yəni, bu dünyadakı dağın üstünə düşsə, bir damcısı, subhanallah. Dağ deyir, əriyər. Əriyər, yoxa çıxar. Thumma zəkərə ta'aməhum. Və sonra deyir, Allah Azze və Cəllə onların deyir, suyunu vəsf etdikdən sonra vəsf edir onların nəyini? Xatırlayır onların nəyini? Onların deyir, yeməklərini. Nə yiyəcəklər? Yəni, içdikləri su olacaqsa, leysə ləhum ta'amun illə min dari'. Onların deyir, o günü dari'dən başqa deyir, yiyəcək bir şey olmayacaq. Dari' nədir? Buyurur ki, İmam Bəğəvi, qalə mücahid. Mücahid dedi, huvə nəbətun zu şəvkin lati'in bil ard. Deyir, o deyir, tikanlara sahib olan deyir, nədir? Şəvk, yəni budaqlardır, yerdən bitir. Yəni, tikanlı nədir? Güllərdir, belə deyək. Yəni, tikanlı bitkilərdir. Yerdən bitir. Nə yarpağı var, nə yaşıllığı var, nə bir şey. Tikanlıdır. Necə yəqin ki, görmüsünüz, səhralarda dəvələr yiyir onu. Tikanlı nə? Yəni, bitkilərdir. Ancaq tikanlıdır. Heç nə yoxdur. Və Uca Allah deyir ki, onların deyir, qiyamət günü ondan başqa gidiyi şey yoxdur. Leysə ləhum ta'amun illə min dari'. Dari' buyurur ki, tüsəmmihi Qureyş əş-şibraq. Deyir, ərəblər deyir, Qureyş o vaxtı, yəni Məkkə müşrikləri, həmçinin Qureyş o vaxt şibraqı adlandırardılar dariq. Fəidə həcə səmmuhə dari'. Yəni, həmən tikan saralanda deyir, birinci o biraz göy kimi olur, çıxanda yerdən, təzə-təzə. Ondan sonra saralır, bərkiyir. Yəni, əsas məqamı və ona dari' deyərdilər. Qureyş özləri ona dari' deyərdilər, dari'. Yəni, həmən tikanlı, məftilli neylər? Bitkilər. Yəni, cəhənnəm əhlinin yeməyi bundan ibarətdir, qardaşlar. Allah bizi qorusun, ya. Və huvə əxbəsu ta'amin və əşbə'uhu. Yəni, ən murdar deyir, yeməkdir o. Ən murdar yemək. Qalə İbn-i Zeyd, əmmə fid-dünya fə innəd-dari'ə şəvkul yabis əlləzi leysə ləhu varaq. Fikir verdiniz? İbn-i Zeyd deyir ki, amma deyir, dünyaya gəldikdə isə o dari' həmən o tikanlara deyir, sahib olan qurumuş, vərəksiz, yəni yarpaqsız bitkiyə deyilir. Cəhənnəmdə isə, qardaşlar, yəni həmən o şey deyil ha, oddan olacaq olar. Yəni oddan o cürə neylər olacaq? Yəni bitkilər olacaq, elə bil. Amma oddandır. La ilahə illallah. Və huvə fil əxirə şəvkun min nar.
O deyir, ahirette ise deyir, oddan olan deyir, tikanlı bitkiler olacak. La yusminu ve la yughni min cu'. Yani onların yediği hemen o tikanlı məftilli, oddan olan bitkiler onları ne kökəlder ne de onlara aclıqdan bir fayda verer. Ki yani ki hardasa aclığı elinden geçsin. Yok yok. Subhanallah. ثُمَّ وَصَفَ أَهْلَ الْجَنَّةِ فَقَالْ ve sonra deyir Rabbimiz deyir cennet ehlini vesf ederek buyurur ki وُجُوهٌ يَوْمَئِذٍ نَاعِمَةٌ قَالَ مُقَاتِلْ فِي نِعْمَةٍ وَكَرَامَةٍ deyir o gün deyir üzler olacak ki onlar deyir nimetler içerisinde olacaklar. Yani keramet, Allah'tan olan keramet ve nimetler içerisinde olacak. Allah bizi onlardan etsin ya Rabbi. Ehlimizle, evlatlarımızla. لِسَعْيِهَا فِي الدُّنْيَا رَاضِيَةٌ فِي الْآخِرَةِ لِسَعْيِهَا رَاضِيَةٌ yani çalıştığına göre deyir, razı olacak. Yani o müminlerdir, hansı ki cennete düşüblər, onlara verilen mükafatlar, dikkatli olun, çalıştıklarına göre de kardeşler. Yani emel mütlak, vacibdir, lazımdır. Emelsiz olmaz cennete girmek. Yani fikir veren Allah ne der? لِسَعْيِهَا çalıştıklarına göre radiye, razı olacaklar. Yani Rableri onlara ne verecekse çalıştıklarına göre onlar razı olacaklar. لِسَعْيِهَا رَاضِيَةٌ حِينَ اُعْتِيَتِ الْجَنَّةُ بِعَمَلِهَا Subhanallah. İmam Bağa buyurur ki o vaktidir onlara cennet ettikleri emellerine göre verilmiştir. Burada bir məqama toxunmaq istəyirəm. Hətta ola bilər kimdə sual yaransın ki, bəs Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədislərindən birində deyir ki, ya Ömər deyir, heç kəs deyir cənnətə öz əməlinə görə deyir girməyəcək. Heç kəs cənnətə öz əməlinə görə girməyəcək. Dedi ki Ömər, ya Resulullah, hətta sən, dedi, hətta mən. Yalnız mənə deyir, Allah deyir, öz rəhmətinə bürümüşdür. Yəni cənnətə girən Allahın rəhməti ilə girəcək. Amma ayələrdə isə görürsən, Quran-ı Kərimdə uca Allah nə deyir? Yo, etdiyimiz əməllərimizə görə deyir, girin cənnətə. Bimə kuntum tə'məlun. Udxulul cənnətə bimə kuntum tə'məlun. Girin cənnətə etdiyimiz əməllərimizə görə. Allah deyir Quranda. Necə cəm eləmək olar? Uca Rəbbimiz deyir ki, etdiyimiz əməllərimizə görə girin. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, deyir Allah deyir, heç kəsi əməlinə görə deyir, cənnətə salmayacaq. Alimler bu iki şeyi cəm edərək deyiblər ki, məqsəd uca Allahın əməlləri ilə insanların cənnətə girməsi, bəli, o əməllər ki, Allah Azze ve Celle onlara, yəni yeryüzündə insanlara əmr edib onların yerinə yetirilməsini, fərz edib onları bizə, insan yəni onları Allah üçün görür. Allah üçün görür onları və Peyğəmbər sallallahu aleyhi ve sellem hədisine de ki uygun olarak ki cennete girmeyecek heç kəs əməlinə görə qürurlanmır. Yani özünü üstün görmür heç kəsdən. Çünkü qürurlanmaq əziz qardaşlar əməlləri puç eləyir. Ona görə qövmlər olub ki onlar qürurlanıblar, Allah onların əməlini puç eləyib. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem vəsf eləyir onlardan kimi xavaricləri. Xavariclər hansılar ki, onlar öz əməlləri ilə qürurlanıblar başqalarının üzərində və ona görə nə ediblər? Bütün müsəlmanlara hətta günaha görə təkfir eləyiblər. Peyğəmbər sallallahu aleyhi ve sellem vəsf eləyəndə onları nə deyir? Sahabələrinə deyir ki, onların deyir namazı sizin namazınızdan üstün, orucu, Quran oxuması sizin orucunuzdan və Quran oxumağınızdan deyir üstün olacaq. Bununla belə deyir, onlar deyir, dindən deyir, ox yayından çıxan kimi çıxacaqlar. La ilahe illallah. Dindən çıxacaqlar deyir. Onlar deyir, dindən çıxacaqlar, ox yayından çıxan kimi və bir də deyir, ora dönən deyirlər. Və bu ləfslə böyük imamlar əhl-i sünnəni götürüb bu ləfsi deyiblər ki, xavariclər kafirdir.
Təkfir eləyiblər xavaricləri. Nədir onları küfrə aparanız, qardaşlar? Mühümdür həqiqətən. Çünki bu ayə həmçinin daxildir nəyə? Ən birinci oxuduğu biz. Amiletun nasibə. Əməl edib, amma özünü yorub, amma o əməlin nədir faydası olmayıb. Çünki qürurluq əməli puç eləyir. İnsan qürurluq eləyir özündə. Yəni başqalarının özündən nə görür? Nə görür? Aşağı görür. Yox, xeyr. Heç vaxt. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm demək istəyir ki, Ömərə, yəni heç vaxt əməli ilə qürurlanma. Ona görə həmçinin necə bilirsiniz, başqa rəvayət var, o rəvayətdə zikr etmək istəyirəm ki, nəyə görə? Hətta daha aydın olsun qürurluq barəsində. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, bizdən qabaqki insanlarda bir kişi olur və gəmidə gedir və gəmi deyir, dənizdə dalğalara düşür və məhv olur gəmi. Və elə olur ki, bu kişi salamat çıxır bir ostrov deyirlər də, yəni bir sahilə, dənizin içərisində bir sahil kimi bir yerə. Quraqlıq bir yerdir, dənizin içərisindədir amma. Və qalır, deyir, orada bir müddət. Və deyir, Allah subhanahu teala onun üçün deyir, orada bir ağac bitirir. Və yerdən bir su çıxartır. Və o sudan içir və ağacın meyvəsindən yeyir. Və başlayır ibadətlərini eləməyə. Və ibadətlərini eləyir. Və sonra sonunda dua edir Allaha, deyir ki, ya Rabbi, deyir, mənim canımı al, mən deyir, səcdədə ikən. Və Allah subhanahu teala onun canını alır. Və sonra yanına gətirəndə deyir ki, Allah subhanahu teala ona ged gir, deyir, cənnətə mənim rəhmətimə görə. Deyir ki, ya Rabbi, bəs mənim əməllərim, bunu hətta Şeyx Salih Fovzan, həfizəhullah, dərslərindən birində zikr edib. Deyir, bəs mənim əməllərim, deyir, ya Rabbi, yəni ki, mən ki, əməllər görmüşəm dünyada. Deyir, yox, deyir, ged gir, deyir, cənnətə mənim rəhmətimlə. Deyir, bəs mənim əməllərim, deyir, onda ged gir, deyir, cəhənnəmə. Və sonra deyir ki, ya Rabbi, deyir, yox, deyir, mən, deyir, sənin rəhmətinlə, deyir, girərəm, deyir, cənnətə, deyir. Və ondan sonra Allah subhanahu ona deyir ki, deyir, sayın, deyir, onun etdiyi əməlləri mənim ona verdiyim bir nemətinə müqabil olaraq. Yəni, bir göz nemətinə müqabil olaraq. Yəni, onun etdiyi əməllər heç Allahın bir dənə göz nemətinin əvəzini verə bilmir. Yəni, bu günlər, qardaşlar, biz nə cürə əməl edirik, etsək, bizim etdiyimiz əməllər bir dənə Allahın göz nemətinin, o gözü ki bizə verib, biz onunla görürük, onun əvəzini verə bilməz. Ona görə necə ola bilər ki, insan qürurlansın nə ilə? Əməli ilə. Hansı əməlindən qürurlanırsan? Hansı ki, səni o əmələ də müvəffəq edən Allahdır. Ona görə xavariclər təkfir olunublar. Bu üzdən. Çünki onlar qürur əhlidir. Onlar öz əməllərindən qürurlananlardır. Və sonra isə Rəbbimiz buyurur ki, Fi cənnetin aliyyə, la təsmə'u fiyhə ləğiyyə. Deyir, onlar deyir, uca cənnətlərdə olacaqlar və orada deyir, lağlağı eşitməyəcəklər. La təsmə'u fiyhə ləğiyyə. Lağlağı nədir? Əziz qardaşlar, deyir ki, ləğvən batilən, yəni batil olan söz-söhbət. Yəni o söz-söhbət ki, batildir, bura daxildir hər bir şey, batil olan hər bir şey. O şeyləri nə eşitməzlər cənnətdə. Eləcə də bu dünyada da möminlər o lağlağıdan uzaq durarlar. Lağlağıdan uzaq durarlar. Çünki bu dünya nədir? Əməl dünyasıdır, zikir dünyasıdır. Yəni zikirlə məşğul ol. Həmçinin, necə ki bilirsiniz ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur, o məclis ki, orada deyir, onun əhli oradan Allahı zikir etməmiş qalxarlarsa, elə bil ki, deyir, ölmüş bir eşeğin meydinin üstündən qalxanlar kimi olarlar. Yəni mütləq ki, Allah zikr olmalıdır. Hansı məclis olur olsun belə. Və sonra buyurur ki, həmçinin fiyhə aynun cariyə, fiyhə sururun mərfu'a və əkvabun mavdu'a. Vəsf eləyir cənnəti, fikir verin. Deyir ki, orada deyir,
Ha, deyir ki, fiha aynun cariye. Orada deyir axan bulaqlar var və hündür taxtlar var. Qızıldan taxtlar, o taxtların üzərində oturacaqlar möminlər. Subhanallah. Yəni biz bunları mümkün deyil əziz qardaşlar. Biz bunları özümüzdən eləyək, təsəvvür eləyək. Bəli, özümüzdə bir təsəvvür eləyə bilərik, lakin Peyğəmbər sallallahu əleyhi və səlləm necə bilirsiniz? Nə deyib? Deyir cənnətdə elə şeylər var ki, nə göz onu görüb, nə qulaq onu eşidib, nə də ki hansısa bir yəni qulun qəlbinə toxuna bilməz. Yəni ki, yəni belə fikrinə gələ bilməz heç. Subhanallah. Yəni elə şeylər var. Nə göz görməyib, nə qulaq eşitməyib, nə də qəlb onu duymayıb. Və deyir ki, və əkvabun mevdu'a və ora qoyulmuş, yəni neylər var? Kub, yəni ki, qədəhlər var. Düzülmüş qədəhlər. Və nəmariqu məsfufə və deyir, səhvlərə düzülmüş deyir, neylər var? Balışlar var. Buyurur ki, vəsaid və mərafiq. Deyir, olar balışlardır. İmam Bəğavi buyurur, bə'duhə bicənbi bə'd. Yəni, bəzisinin yanında. Vahidətu numruqa bidammin nun. Yəni, tək halda ona deyirlər numruqa, ərəb dilində. Nəməriq, numruqa. Yəni, balış. Məsələn, bu günləri görərsiniz, ərəblərdə də var, bu adət üzrə. Görürsən, səhraya gedirlər və yaxud da onlarda, məsələn, evə girəndə ən birinci istirahət otağında görürsən ki, balışları düzüblər yan-yana, hamısı gələndə otururlar yerdən yan-yana. Yaxın-yaxın otururlar, söhbət edirlər, zikr edirlər. Bu günləri ərəblərdə var o şey. Qabaq bizdə də olub. Yəni, müsəlman ölkələrində, Azərbaycanda və s. olub bizdə də. Lakin sonradan kafirlərin gətirdiyi stullar, kreslolar neyniyib? Alıb əlimizdən o şeyləri. Cəmaat vərdiş olub stulda oturmağa. Və sonra buyurur ki, və zərabiyyü məbthûthə. Zərabi, yəni ki, xalçalar, döşənmişdir, xalçalar var. Yəni, harada? Həmən o cənnətlərdə. Döşənmiş xalçalar. Əfələ yənzurunə iləl ibli keyfə xuliqat. Məgər deyir, onlar dəvənindir necə xəlq olunmasını görmürlərmi? Yəni, necə Allah dəvəni xəlq etdi? Məyər onu görmürlərmi? Təfsir əhli buyurur ki, o vaxt ki, uca Allah bu surədə vəsf etdiyi cənnətdə olan şeyləri bundan deyir, təəccübləndi kimlər? Küfr əhli. Yəni, Qureyş, küfr əhli və yalan saydılar. Dedilər, belə şey ola bilməz. Fəzəkərə ləhumullahu teala sun'ahu. Və sonra deyir, Rəbbimiz onlara deyir, özünün əməllərini zikr edərək dedi ki, məgər deyir, onlar deyir, dəvənin necə xəlq olunduğunu görmürlərmi? Çünki dəvə onlarda, yəni Qureyşdə, onlarda əzəmətli bir şey idi. Necə İmam Bəğavi buyurur, kənətil iblu ə'zamu şeyin ə'zamu eyşil ərəb. Yəni, ərəblərin deyir, ən böyük əzəmətli yaşamaq üçün səbəblərindən biri nə idi? Dəvə idi. Yəni, onun sütündən yerdilər, ətini içərdilər, sütündən yerdilər və onu satardılar, pul eləyərdilər, ticarət edərdilər və yüklərini daşıyardılar və özləri minib gedərdilər lazım olan yerə. Yəni, fikir verin, dəvə gör nə qədər fayda verir. Ləhum fiyhə mənafi' kəthira fəkəmə suni'a ləhum zəlik fid-dünya suni'a li əhlil cənnəti fiyhə mə suni'a. Necə ki, uca Allah deyir, dünyada onlar üçün bunu səbəb yaratmışdırsa ki, o bu cürə faydalardan istifadə edirlər, faydalanırdılar insanlar. Eləcə deyir, Allah subhanət hala cənnət əhli üçün də faydalar yaradıb cənnətdə. Onlar deyir, ləzzət içində olacaqlar. Və iləs-səmai keyfə rufi'at. Məyər onlar baxmırlar ki, necə deyir, biz göyü tavan etdik, yəni qaldırdıq onu yerdən. Həttə lə yənəluhə şeyun yuğayyiruhə. Yəni, hətta görərsən ki, yerdən heç bir şey ona çatıb, onu dəyişə bilməz. Və iləl-cibəli keyfə nusibət alə vəchil ard mürsatun lə təzul. Məgər onlar deyir, yerə bastırılmış dağları deyir, görmürlərmi? Ki, onlar yerə görüncə bastırılıblar. Nə qədər məsafəsi bayırdadırsa, o qədər məsafəsi də alimlər deyir ki, nədir? Yerin altındadır.
Hatta Allah Azze ve Celle başka ayette ne deyir? Yani yer insanların ayak altından tərpənməsin. Ona göre bastırılıp Allah o dağları bastırıb ora. Ve ilel ardı keyfe sutihat. Bu sitat. Meğer görmürlər midir Allah yeri necə sərdi? Ata İbn Abbas'tan rivayet ile deyir ki: "Hel yaqdiru ahadun en yahluqa mislel ibil ev yerfa'a misles sema ev yansiba mislel cibal ev yastaha mislel ardı gayri." Yani uca Allah bunları demekle ne demek isteriz kardeşler? İbn Abbas deyir ki Allah demek istiyor ki o müşriklere deyir menden başka kimse devəni deyir xəlq eləyə bilərmi? Göyü qaldıra bilərmi? Dağları yerə bitirə bilərmi? Yeri sərə bilərmi? Yani Allah Subhanahu bunu demək istəyir. Əlbəttə ki, yox. Kim eləyə bilər bunları? Subhanallah. Fəzəkkir innəmə əntə müzəkkir lestə aleyhim bimusaytir. Deyirsən, xatırlat. Sənə yalnız deyir, xatırlatmaq düşür. Sən deyir, onların üzərində musaytir bir musallat. Yani sen onlara musallat olan değilsen. Fetektuluhum yani onları öldüresen ve tekrahuhum alel iman ve da imana gelmediklerine güya mani törədəsən. Aydındır. Ve buyurur ki İmam Bağvi rahimahullah nus nesahatha ayetul qital. Yani bu ayəni də cihad ayəsi nəsx edib hökmünə. Diqqətli olun. Yani burada ne deyir? Fəzəkkir sen hatırlat. Leyse aleyhim bi musaytir. Yani sen onların üzerinde gözetçi değilsen. Yani onları mecbur eden değilsen. Lakin əziz kardeşler, neye göre İmam Bağvi deyir ki rahimehullah nəsx olunub hökmü bu ayənin qital ayəsiyle. Çünkü Müslüman ölkesine keçdikdən sonra artık Peygamber sallallahu aleyhi ve sellem neydi? Başçıydı. Ve o tələb edirdi imanın gətirilməsini. İman getirmeseydi insan öz başına bırakılmırdı. Mütləq ki cizye vermeliydi. Eğer kitap ehlidirse, ya müşrikdirse öldürülürdü. Ve onun ibadet ettiği şeyler mahvolup dağılırdı. Ona göre cihad hükmü bu ayenin neyniyip? Bu ayenin hükmünü nesk edip. Ve sonra buyurur ki İlla men tevalla ve kefer. Deyir Allah Subhanahu burada sonra istisna edir. Yani deyir ki sen hatırlat, sənə yalnız xatırlatmaq düşür. Sən onların üzərində gözətçi deyilsən, yalnız üz çevirib gedən və küfür edəndən başqa. İstisna munqati amma qablahu ma'nahu lakin men tawalla ba'da tezkir. Deyir ki, yani burada Allah Azze ve Celle neyinir? İstisna eləyir. Səni, yani dəvət etdiklərini istisna eləyərək deyir ki, yani sen deyir hatırlat deyir. Ama kimler ki üz çevirip gitti, kulak asandan sonra küfür etti, yani onlar senlik değil. فَيُعَذِّبُهُ اللّٰهُ الْعَذَابَ الْاَكْبَرِ. Sonra buyurur ki uca Allah deyir onları büyük bir azabla deyir. Azap verecek. وَهُوَ اَنْ يَدْخُلَهُ النَّارِ. Yani o da nedir? Cehenneme salacak onları. اِنَّمَا قَالَ الْاَكْبَرِ لِأَنَّهُمْ عَذَّبُوا فِي الدُّنْيَا بِالْجُعْ وَالْقَحْتِ وَالْقَتْلِ وَالْأَسْرِ. Neye göre yani böyük azabla vəsf edib burada? Yani məqsəd burada kimdir? Qureyş'dir. Qureyş'in böyükləri, onlara da böyük azablar olacaq. Çünkü onlar deyir, dünyada ikən əzab verirdilər möminlərə, iman gətirənlərə, acılıqla, quraqlıqla, öldürməklə, əsir götürməklə və s. İnna ileyna iyabahum rucu'ahum ba'del maut. Həqiqətəndir, bizədir onlarındır dönüşü, yani öldükten sonra yuqalu aba yaubu aban ve iyaban. Thumma inna aleyna hisabahum. Yani cezaahum ba'del marci'i ilallahi azze ve celle. Həmçinin uca Rabbimiz sonuncu ayədə buyurur ki, bizə de deyir onların hesabı, yani onları mükafatlandırmaq və yaxud da cezalandırmaq. Və bu qədər əziz qardaşlar, Allah Subhanahu bize istifadədən qullarından etsin. Subhaneke Allahum hamdik. Eşhedü en la ilahe illa ent ve estağfiruke ve etubu ileyk.